Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Faiq Məmmədli barəsindəki hökmdən verilmiş apellyasiya protesti və şikayət üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə son iclasda qərar elan olunub və apellyasiya protesti ilə şikayət təmin edilməyib. İttihama görə hadisə 18 oktyabr 2024-cü il səhər saatlarında paytaxtda baş verib. Faiq Məmmədli avtomobili ilə həyətdən çıxmaq istəyərkən qonşusu Mahir Səfərovla mübahisə edib. Mübahisəyə səbəb Mahirin saxladığı avtomobilinin çıxışa mane olması olub. Təqsirləndirilən şəxs onu təhqir edib, avtomobilin qapısını açaraq yumruqla vurub. Mahir göz və üz nahiyəsindən xəsarət alıb. Daha sonra Faiq avtomobilindən götürdüyü bıçaqla onu hədələyib. Münaqişəyə müdaxilə edən Salih Nəsirova da bıçaqla xəsarət yetirilib. Hadisə bununla da bitməyib. Həmin gün səhər saatlarında Faiq Məmmədli Zahid Səfərovla qarşılaşıb. Zahid ona Mahirlə baş vermiş münaqişə ilə bağlı irad bildirib. Təqsirləndirilən şəxs isə bu iradı bəhanə edərək xuliqanlıq niyyəti ilə onu öldürmək qərarına gəlib. Faiq evdən götürdüyü balta ilə Zahidin baş nahiyəsinə 2 dəfə zərbə vurub. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində təqsirləndirilən şəxs niyyətini sona çatdıra bilməyib. Zərər çəkmiş ağır kəlləbeyin travması alıb, lakin vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatı xilas edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədli 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli müəssisədə çəkməsi qərar alınıb. Dövlət ittihamçısı daha ağır cəza verilməsi üçün protest versə də, təqsirləndirilən şəxs daha yüngül maddə tətbiq olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi hər iki müraciəti təmin etməyərək hökmü qüvvədə saxlayıb.